Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir və bizim Fərəc bəyə suallarımız var və siz də suallarınızı bizə göndərə bilərsiniz. Fərəc bəy, xoş gördük sizi. Şükür bəy. Zelenski Qəbələyə gəldi və bu çox önəmli bir görüş idi. Çünki bura gələn yəni bir münaqişə tərəfi olan dövlətin başçısı idi. Azərbaycan da işğalla üzləşib və işğal problemini geridə qoyub. Ukraynanın indi belə bir problemi var və bu problemi də ona yaradan Rusiyadır. Məhz belə bir ərəfədə Zelenskinin Qəbələdə Azərbaycan prezidenti ilə görüşməsi sizcə niyə məhz indi belə bir səfər oldu və onun o təklifi də reallaşa bilərmi? Yəni ki, burada Rusiya-Ukrayna danışıqları. Əslində ciddi bir hərəkətlik vardı diplomatik sahədə. Bütün dövlətlərin başçıları və Xarici İşlər Naziri bu arada günlərin çoxunu səfərlərdə keçirirlər. Bu da başa düşüləndir. Çünki həm Yaxın Şərqdə, həm də elə Rusiya-Ukrayna cəbhəsində vəziyyət kifayət qədər kritikdir və yaxın keçmişi, gələcəyi belə proqnozlaşdırmaq çətinliklər yaradır. Çünki çox harmonik bir vəziyyət yaranıbdır. Müxtəlif tərəflərdən oyunun içində görünməyən fiqurlar belə hadisələr təhsil etməyə çalışırlar. Gələcək məsələlərdə yeni şəkilləndirmələr və mövcud olanların aldadıcı bir illüziya kimi göstərib əsl mətləblərə keçmə məsələləri altyapıda müzakirə olunur ki, böyük dövlətlərin istəkləri var. Elə İranın, Amerika-İran münasibətlərində Amerikanın təkcə üzdə olan məqsədləri yox ki, dərində çox böyük məqsədləri vardı. İranın da özünün dərində məqsədləri vardı. Çinin prosesdə iştirak eləməsində öz məqsədləri var. Avropanın öz məqsədləri var. O cümlədən Rusiya və Ukraynanın da məsələlərdə öz məqsədləri vardı. Siz bayaq söhbətinizin müqəddimə hissəsində toxundunuz ki, postsovet məkanının müxtəlif yerlərində təhdidlər vardı. Təkcə Baltikan ölkələri yox, digərlərində də var. Biz də postsovet ölkəsiyik. Qafqazlar həmişə həssas olubdur təbii ki. Və bu işarə elə belə özbaşına işarə deyil. Mən baxdım ki, artıq yaxın günlərdə Türkiyə Müdafiə Nazirliyində bir müzakirələr başlayıbdır. Deməli, İstanbulda, Boğazda Anadolu qovağı deyilən yer var. Orada NATO-nun dəniz deməli piyadalarının, dəniz ümumiyyətlə hərbiçilərin yerləşdirilməsi haqqında, üslərinin yerləşməsi haqqında müzakirələr gedir. Dəniz üsləri və Adanada. Bu niyə oranı seçibdilər və Türkiyənin konstitusiyasının 92-ci maddəsinə görə bu qadağandır və yalnız parlamentin 3/2-sinin hə cavabı ilə bu mümkün ola bilər. Məsələn, bir vaxtları İraqla bağlı oldu bir müzakirə, qadağan elədilər. Parlament ona icazə vermədi. Xatırlayırsınızsa 1 mart hadisəsi. Üstəlik də burada gəmilərin keçməsi məsələsində də yenə beynəlxalq müqavilələr vardı. Bu müqavilələr də onu qadağan edir. Amma Türkiyə tərəfdən bu məsələ bir yumuşaq münasibət vardı. İki cinah var, amma yumuşaq münasibət. O nədən bu? Nəyə bu məsələ mən xüsusi olaraq misal çəkdim? Türkiyə özü də gözləyir ki, İran-Amerika savaşından sonra müəyyən məsələlər Afrikanın şimalı və Ağdənizin şərqi istiqamətində, Türkiyə istiqamətində inkişaf edə bilər. Və Rusiyanın Türkiyənin Qara dənizdə toqquşmaları meydana çıxa bilər hətta. Yəni bu toqquşmalar gələcəkdə Rusiyanın Türkiyəni təhdid etmə məsələsində NATO-nun bu başdan görə biləcək işlər. Siz dediniz o təhdid ki, deyirlər ki, müəyyən adamlar deyirlər ki, o ekspertlər deyirlər ki, postsovet məkanına, təkcə postsovet məkanına yox, həm də bu ərazi, Ağdəniz ərazisinə də təhdidlər gözlənilir və Yunanistanın da bu arada gücləndirilməsi falan da bu məsələlərə biraz da dəstək vermək məqsədi daşıyan kimi, amil kimi görünür. Yəni, belə bir vəziyyətdə Azərbaycan da müəyyən təhdidləri profilaktik eləmək üçün, qarşısını almaq üçün təbii ki, hazırlıqlarını görür, müəyyən dövlətlərlə danışıqlar aparır, yumuşatmağa çalışır müəyyən məsələləri. Masada eyni vaxtda, məsələn, İranın daxilində Azərbaycana qarşı 2 xətt vardı. Bir xətt deyək ki, inqilab keşikçiləri var ki, bizə dron göndərən, raket göndərən, atan falan, bizi təhdid edən, elə bu yaxınlarda təhdid eləmişlər ki, güya Suriyadan, Azərbaycanda, başqa yerlərdə gətirib qüvvə yerləşdirib Amerikanlar və bizə qarşı, yəni İrana qarşı istifadə edəcəklər ki, bəyanatlar verirlər. Amma islahatçılar qanadda, Pezeşkan da üzrxahlıq elədi o dron məsələsinə bağlı olan, onda mövqe başqadır. Və
Ankara'ya atılan, daha doğrusu Türkiye arasına atılan raketdə Azərbaycan dronla da bağlı, onların qalxma yerlərdə müəyyənləşdi. Tehran yaxında ondan buraxılan raket olubdu bu. Baxın, bir İran daxilində iki qanat var. Deyək ki, ortaq fikir məcmusu olmayan bir dövlətdir, amma Azərbaycan diplomatiyası onunla müəyyən mənada danışmalıdır. Dəxli yoxdur, mövqe qoymalıdır. Onda nə etməliyik? Həm Azərbaycan prezidenti çox sərt şəkildə o İnqilab keşikçilərinin mövqeyinə çox sərt şəkildə münasibət bildirdi. Onları təhqir elədi, şərəfsizlikdir bu, naçizlikdir falan falan. Amma humanitar yardım da göndərdik onlara, əhaliyə. Yəni mühafizəkar qanadı cavabı verildi ağır şəkildə. İran xalqına ayrıldı ki, biz xalqa münasibətimiz deyil bu. Təbii. Amma bu cür vəziyyətlərdə diplomatik münasibət bildirməyin də çox ciddi çətinlikləri var. O cümlədən Ukrayna-Azərbaycan münasibətlərinə bu günləri birmənalı yaxınlaşmaq, yanaşmaq və mövqe qoymaq da rahat məsələ deyil. Azərbaycan Ukraynaya daimi olaraq humanitar yardımlar eləyibdi. Onların övladları, uşaqları reabilitasiya məqsəddə Azərbaycana gətirilibdi. Biz onlara müxtəlif deməli elektrik avadanlıqları falanlar verdik. Bu dəfə də avtomobillər, avtobuslar verildi falan. Və Azərbaycan mütəmadi olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyıbdır, Türkiyənin bir yerdə. Yəni əslində Azərbaycan-Ukrayna siyasəti Türkiyə-Azərbaycanın bircə ortaq siyasəti kimi də qəbul eləmək olar. Biz ortaq davranırıq bu məsələdə baxışlarımızda. Rusiya bunu qəbul eləməlidir ki, biz məsələn onlar niyə qıcıqlanmışdılar? İndi bizim prezident bir dəfə demişdi ki, Ukraynalılara deməli məsləhət kimi ki, işğalla heç vaxt razılaşmayın. Barışmayın. Bu Rusiyada çox ciddi belə bir aqressiya ilə qarşılanmışdı. Amma bu beynəlxalq konvensiyalara sökülən bir fikirdir də. Təbii. Yəni sən sabahları Rusiya ərazisini deyək ki, şimal-şərqdə ya bir yerdə bir Çin tutarsa, Azərbaycan da desə ki, sən işğalla razılaşma, bu yaxşı olacaqdır. Amma indi deyiləndə pismi olur? Təbii. Yəni elə bir şey olsa Azərbaycan ruslara da eyni məsləhəti verəcək. Bəli, yəni Azərbaycanın beynəlxalq qaydalara, hüquqlara hörmətindən irəli gələn sabit yanaşmasıdır və Azərbaycan dövləti bəzi dövlətlərdən fərqli olaraq bu qələmin dövlət deyil, gündə-gün gün dəyişir. Konkret mövqeyi var. Biz əməkdaşlıq eləməyə hazırıq, belə hüquqlara da hörmət eləməyə hazırıq. Ukraynanın bura gəlişinin, Zelenski bura gəlişinin Ukrayna-Azərbaycan münasibətlərində iki tərəfli münasibətlərlə bağlı açıqlamalar oldu təbii ki. Əlaqələr yaradılsın, ortaq deməli müdafiə sənayesindən bağlı ortaq bir işlər görülsün falan, bunlar öz yerində. Amma bu həm də o vaxtda təsadüf edir ki, Rusiya son vaxtlara qədər bizim bu təyyarə qəzası məsələdən qaçırdı, kompensasiyadan qaçırdı, heç kimi cəzalandırmadı falan. Amma son vaxtlarda bir-iki dənə bəyanat verdi ki, yox biz bir kompensasiya məsələsinə baxacaq, ortada bir şey yoxdur. Amma Azərbaycan tərəfi həm də onu göstərir ki, biz çox vektorlu siyasət yürüdürük, bunu nəzərə almaq lazımdır və Azərbaycan bu günlər təkcə coğrafi mənada kilit nöqtədə oturmayıbdır. Yəni Hertland deyilən, dünyanın qərbi deyilən bu bölgədə oturmayıbdır. Yəni burada çox əhəmiyyətli logistik imkanlar var, yeraltı, yerüstü sərvətlər var, industrial qaynaqlar vardır və s. Həm də bura sivilizasiyaların, dinlərin burada toqquşduğu yerdir, qaynaşdığı yerdir. Bura çox mühüm yerdir və bayaq sizdə qeyd elədiniz. Barış üçün, danışıq üçün də bir meydandır. Bu da dəfələrlə özlü göstərir və müxtəlif ziddiyyətli tərəflər buranı meydan seçməyə həvəsli olubdular Azərbaycana. İndi mən baxdım Rusiya tərəfdən də bu Zelenski tərəfdən verilən deyək ki, mesaj idi, amma Rusiya tərəfdən də rəsmi bir mövqe mən gördüm. Onlar sərgiləyiblər ki, orada təhlükəsizliyimiz təmin olunarsa biz orada bu barış haqqında keçsə bilərik falan. Təbii ki, təhlükəsizlik təmin olunar. Azərbaycan kifayət qədər güvənli bir yer və o texniki məsələdir. Əlbəttə. Mən 2014-cü ildə Krim işğal olunanda parlamentdə bir çıxış elədim. Hətta o vaxt orada məsələ qaldırmışdım ki, Azərbaycan-Ukrayna dostluq qrupu, Azərbaycan-Rusiya dostluq qrupu bəlkə bu məsələlərdə bir vasitəsilə eləsinlər. Çünki belə məsələlərdə keçmişdə MDB olan postsovet məkanında olan ölkələr daha rahat şəkildə bir-birlərindən danışa bilərlər. Üstəlik də Ukraynanın Azərbaycan həm də Guam tərkibində bir ortaq deməli bioqrafiyaları var belə. Lord dildə desə. O mənada rahat olardı. Ona görə indi Zelenskinin bu təklifdən çıxış eləməsi məncə ola bilər ki, bundan əvvəl də Türkiyə ilə Ukrayna arasında danışıqlar da falan da olubdu, uzun müddət görüşlər də olubdu. Bəlkə Türkiyənin də bu məsələdə müəyyən qədər təsir olubdu ki, əgər
Türkiyədə bu məsələdə müəyyən qədər tərəddüd varsa, Rusiya tərəfdən Azərbaycanda olsun. Türkiyədə bu məsələdə okey ola bilər. Çünki Türkiyə üçün o qədər fərq eləməz bu danışıq Türkiyədədirmi yoxsa Azərbaycandadır? Çünki Azərbaycan və Türkiyə xarici siyasətə ortaq olaraq. Amma Avropa İttifaqı ölkələri üçün necə olar bu? Çünki onlar Ukraynanı artıq neçə ildir ki dəstəkləyirlər və daha çox öz himayələrində hiss edirlər. Təbii, amma Bakı bütövlükdə Avropanın münasibətlərdə bu günləri daha çox imkanlara malikdir. Bu gün deyək ki, yaxın şərqdə baş verən o münaqişədən sonra neft enerji məsələlərində Avropanın düşdüyü pis vəziyyət, Rusiyanın olan münasibətlərdə enerji qıtlığında demək olar ki, Azərbaycan bir nəfəslikdir və bu Azərbaycan üzərindən həm də Orta Asiya enerji qaynaqları buradan transfer olduğuna görə təkcə siyasi mənada yox, həm də iqtisadi siyasi mənada Azərbaycana çox ciddi şəkildə həm maraq var, həm də asıllıq var. Ona görə Azərbaycanın bu platformada barışdırıcı mövqedən çıxış eləməsi Avropa dövlətlərində məncə qıcıq yaratmaz. Mən belə düşünürəm. Çünki bir tərəfli qaydada, məsələn, tutaq ki, Türkiyə NATO-nun üzvüdür. Rusiyanın yaxşı münasibətlər olmasına baxmayaraq, o sistemin içərisindədir. Azərbaycan burada biraz, deyək ki, qismən neytral mövqedədir. Heç bir blokun üzvü deyil. Heç bir blokun üzvü deyil. Deməli, bloklara qoşulmayan ölkələrlə birlikdə əməkdaşlıq eləyir bu məsələlərdə. Üstəlik, sanksiyalarda qoşulmuyor. Sanksiyalara qoşulmuyor, təbii. Amma həm də Ukraynada dəstəyini veribdir humanitar məsələdə. Enerji dəstəyini verib Avropaya. Bundan əvvəl Serbiyanın, İtaliyanın, başqa dövlətlərin burada enerji ilə bağlı danışıqları oldu. Bakıda Azərbaycan tərəf verə biləcək dəstəyi artırılmasıyla vermək haqqında düşüncələr oldu. Yəni, mən hesab eləmirəm ki, bu məsələdə Avropa tərəfdən qıcıq olsun. Üstəlik də, əgər doğrudan barış, sülh haqqında, atəşkəs haqqında bir anlaşmaya hansı platformada olursa olsun irəliləş olacaqsa, bu Avropada sərf eləyər. İndi o başqa şeydir ki, Ukrayna atəşkəs istəyir, Rusiya birmənalı sülh istəyir olduqları yerdə qalmaq şərtindən, hətta ərazi istifa. Bu başqa məsələnin başqa tərəfidir. Evet. Amma indi savaşın dayandırılması və sülhə doğru addımlar atılması bütün dünya üçün əhəmiyyətlidir. Hər yerdə artıq qaynar qazanlar qoyulubdur, vəziyyət gün-gündən pisləşir. Hələ bundan sonra sabah bir gün Amerikanın yenidən İranla münasibətlərdə hansı davranışı qoyacağı da suallar vardır. Başqaları proseslərə necə qoşula bilər suallar vardır. Ona görə belə vəziyyətdə Bakının Zelenski tərəfindən deməli barışdırıcı mövqedə çıxış eləmək üçün platforma kimi istənilməsi həm bizim üçün, imicimiz üçün çox xeyirdir. Bəli. Həm də bəşəriyyət üçün, Avropa üçün, Ukrayna üçün, hər şey üçün məncə səmərəli bir təcrübə. Bütün hallarda həm də baş verən bu hadisələr göstərir ki, dünyada və xüsusən də bizim nə baş verirsə regionumuza və bizim ətrafımıza təsir edir və bu və ya digər şəkildə bizə də təsir edir. Mütləq şəkildə. Dünyada hələ də qarşıdakı illərdə də təhlükəsizlik mövzusu deyəsən prioritet mövzu olaraq və problem olaraq qalacaq. Ən sabit. Daha əvvəllər deyək ki, demokratiya mövzusu aktual idi. İndi bəlkə də o populyar deyil. Deyil. Əvvəllər başqa mövzular daha aktual. İndi hamı üçün, bütün dövlətlər, istər demokratik dövlətlər, istər avtoritarizm olan ölkələr üçün deyəsən təhlükəsizlik mövzusundan başqa problem yaranmır. İstənilən sabit bir vəziyyətdə dönəm olaraq da. Bəli. Təhlükəsizlik bir nömrəli məsələ olubdur. Elan olunub-olunmamasından asılı olmayaraq. Yəni, bunu elan eləməyə bilərlər. Bəzi dövlətlər görüntü olaraq əvvəl demokratiya, nə bilim, insan haqları, sonra nə bilim falan nömrələyə bilərlər. Amma heç bir dövlət o birinci sıradan təhlükəsizliyin qırağa qoymur. Çünki bütün dövlətlər təhlükəsizlik, inkişaf və böyüməni qarşısında məqsəd qoyur. İqtisadi böyümədən söhbət gedir. Yəni, bu olmadan təhlükəsizlik olmadan qalan şeylərin heç bir əhəmiyyəti yoxdur. Və əslində biraz bu savaşlar bütün dövlətləri silkələdi ki, artıq o təhlükəsizlik daha çox açıq şəkildə meydan verməyə başladılar. Məsələn, artıq Almaniya kimi dövlət, Yaponiya kimi dövlət uzun müddət hərbi büdcələri çox kiçik saxlayırdılar və ya da saxlatdırırdılar. İndi artıq böyük mənada Yaponiya özü artıq böyük silah bazarını tutacaq. Məsələn, mən hesab edirəm, yaxın zamanlarda tutacaqlar. Çünki onların bir çox maşın sənayesi falanı keçirdilər, hərbi sənayeye keçirdilər. Ya Amerika özü üstünlüklər verdi ki, avtomobil sənayesini keçirin, hərbi sifarişlər verdi, hərbi sənaye keçirin. Almaniya özü də oxşar addımlar atır.
İndi bəzən deyirdilər, məsəl üçün, qərb dövlətləri Amerikanı saymayacaqdı, onun çarşəmini eləməyəcəkdi. Elə də deyil, məsələn, Almanlar gəmilərini artıq göndərməyə başlayırlar. Böyük Britaniya təyyarələrin göndərməyə başlayır bu körfəzdəki məsələlərə. Bunlar bir qrup olaraqdan fəaliyyət göstərir, amma Amerikanlar artıq Avropaya onu da göstərdilər ki, öz təhlükəsizliyini qorumaq üçün də artıq bizə çoxlu pul ver və çoxlu silah al. Mən gəlib əsgərimlə və silahımla sənin yanında dayanmayacağam. Yəni, böyük dövlətlər ki, belə təhlükəsizliyə bu qədər önəm verirlər, başqa dövlətlər də, o cümlədən biz də ciddi şəkildə təhlükəsizlik baxımından tədbirlərimizi görməliyik. Şükür ki, bundan bağlı bizim bazı prinsiplərimiz vardır. O bazı prinsip nədir? Məsələn, siyasi mənada biz Türk Dövlətləri Təşkilatını ki, formalaşdırmışıq. Bu çox ciddi bir platformadır. Bizim bütün təhlükəsizliyimiz, iqtisadi təhlükəsizliyimiz, ərzaq təhlükəsizliyimiz, elə hərbi təhlükəsizliyimiz də o platformada təsbit oluna bilər. Çünki həm ərazi baxımından, həm yeraltı yerüstü sərvətlər baxımından, həm torpaqların faydalılığı baxımından, həm də əhali baxımından ki, gənc əhaliyə maliki və logistik imkanlar baxımından müəyyən cinah dövlətlərin bir-biri ilə münasibətlərində mütləq şəkildə bizim bu amildən istifadə eləməsi, bir kənara qoya bilməməsi amilindən çox ciddi yeni enerji qaynaqları, məsələn, o nadir torpaq elementləri deyirlər, kobalt və s. Bunların bizim Türk zolağında olması baxımından, amma bunlar çox əhəmiyyətli məsələdir. Ona görə mən hesab edirəm ki, Azərbaycan indi diplomatik mənada çox həssas şəkildə o kəndirbaz kimi bütün tərəflərlə oynamağına baxmayaraq, bu platformada özünün təhlükəsizliyi haqqında çox ciddi düşünməlidir və düşünür hesab edirəm. Bu baxımdan Fərəc bəy, İranın üzləşdiyi bu son münaqişə və indi bununla bağlı ekspertlərin çox fərqli fikirləri var. Sualım onunla bağlı olacaq. İndi biz təhlükəsizlik mövzusunu müzakirə etdiyimizə görə deyirəm. Azərbaycan üçün yeni bir İran təhlükəsi və yaxud Sepah təhlükəsi meydana gəlirmi? Çünki bəziləri artıq o qənaətə gəldilər ki, Donald Trump əvvəla Birləşmiş Ştatların imicinə çox zərər vurdu bu hücumla. Çünki tam olaraq strateji məqsədlərə çatılmadı. İkinci bir tərəfdən İranda ruhanilərin idarə etdiyi bir teokratik sistemi hərbi xunta əvəzlədi və bu daha pis bir şeyə, transformasiyaya çevrildi və Sepah rejim olaraq bütün hakimiyyəti qeyri-məhdud bir hakimiyyətə yiyələndi İranda və bu bizim üçün və ümumiyyətlə bölgə üçün, elə körfəz ölkələri üçün də yeni bir təhdid deməkdir. Və ən əsası burada Amerikalılar deyirlər ki, istəklərinə çatmadığına görə burada necə çıxmağın da yollarını indi axtarırlar, İslamabad danışıqları və s. Bu mənada bizim üçün doğrudanmı Birləşmiş Ştatların və İsrailin fevralın 28-də İrana hücumu bizim üçün əksinə yeni bir təhdid problemi yaratdı? Yəni bizim əvvəl tanıdığımız bir İran rejimi var idi, indi bu dəfə tamamən belə deyək, dərisi soyulmuş və yeni bir qabıq alan bir İran rejimi var. Bu daha aqressiv ola bilər və indi bizim üçün daha ciddi bir problemlə qarşımıza gələ bilərlər. Bilirsiniz, bizim üçün yeni bir şey yoxdur. Yəni əslində İran bütün dünyada müxtəlif dövlətlər üçün nə qədər təhlükəlidirsə, bizim üçün 2 qat təhlükəlidir. Təbii. Çünki yəni başqa dövlətlərə nə qədər təhlükə yaradırdısa, hansı səbəbdən olursa olsun, ideoloji dövlət kimi istəyir, inqilab ixrac eləmək baxımından olsun, proksiləri saxlamaq baxımından olsun, şəbəkələr yatmaq baxımından olsun ki, o bizdə də bunları edirdi. Bunu müxtəlif dövlətlərə edirdi. Amma Azərbaycana xüsusi bir baxış var, pis mənada. Rusiyanın və İranın. Azərbaycan bu dövlətlər arasında bölünən bir dövlətdir. Və heç vaxt Şimal Azərbaycanın güclü dövlət olmasında Rusiya və İran maraqlı olmayıb, indi də deyil və gələcəkdə də olmayacaq. O baxımdan o təhdid bizim üçün var idi. Sadəcə olaraq görünməyə başladı. Biz bəzi məqamlarda özümüzü görməzliyə qoyduq deyək ki, protokol qaydasından dövlət bəzi məsələlərə toxunmadı. Bəzi anlarda prezident belə özünü saxlaya bilməyib, nakişlər, şərəfsizlər deyə təhqir etməyə qədər getdi. Biz bütün ömrümüz boyu İranın maskasını cırmaqla məşğul olduq, mahiyyətlərini ortaya qoyduq. Yəni İranın təhdid kimi ortada olması həmişə vardı və bundan sonra da olacaqdı. İndiki yaranmış şərait isə, biz bayaq siz dediniz ki, dünyada müəyyən qaydalar dəyişir. Yəni demokratiya haqqında danışırlar falan, da təhlükəsizlik haqqında danışırlar. Əslində yeni dünya düzəni tam qurulmayıb. Köhnə də tam dağılmayıb. Doğru. Əslində qabıq dəyişmə dünyanın, cəmiyyətin qabıq dəyişmə prosesi gedir. Ağırlı bir şey, yeni bir şey doğulur, ortaya çıxır hər mənada. Doğrudur. O cümlədən münasibətlər sistemi, hegemonlar sistemi, baxışlar sistemi, dünya görüş
sistemi, hansı dünya görüş hakim olacaq? Trump birinci əvvəlki deməli liderlik dövründə, başkanlığı dövründə də daha çox ulusalcılıqdan çıxış edirdi. Yəni Amerika məsələsini qoydu ortaya. Bu gün də Amerikada ulusalçılarla qlobalistlər arasında savaş gedir. Amma bunlar nə olursa olsun bütün hallarda ölkələrinin mənafələrini üstün tuturlar, qabaqda tuturlar. İndi deyirsiniz, ekspertlər deyirlər ki, məsələn, Amerika çıxmağa çalışır və ya da Amerika nəyəsə uduzdu tutur. Mən açıq bunlarla heç birinə razılaşmıram. Ona görə ki, gəlin baxaq da, əslində Amerikanın bu günləri İranda bu il elədiyi hadisələr bir başlanğıc deyil, bir prosesin bir mərhələsidir və son mərhələsidir. Əslində Amerikada Carter doktrini deyilən bir doktrin vardı 80-ci illərdə. O doktrində nə yazılırdı? Hörmüz boğazda daxil olmaqla bu körfəz ərazisində hər hansı bir dövlət dominant vəziyyətə çıxarsa, Amerika tərəfi hərbi qüvvələrdən istifadə edə bilər. O vaxtdan bunların bu məsələ gündəmindədir. İkinci məsələ 70-ci illərdən petrodollar siyasətidir. Neft və dollar siyasətidir. Dollarla ölçülür bu məsələlər, aparılır, qlobal siyasətdə dollarla alverlə gedir falan. Buna da müəyyən qədər hücumlar elədilər, amma nəyə nail oldular? Heç nəyə nail ola bilmədilər. Nə Çin, nə onun o Braziliya falan o BRICS deyilən birlik vardı, onun təşkilat. Nə təbii ki, Rusiya da buna nail ola bilmədi. Və dollar əvvəl kimi yenə dünya qlobal iqtisadiyyatın likvidliyini müəyyənləşdirən bir dənə valyutadır. Yəni və neftin bağlaşması boğaz məsələsi. Amerika birinci addımda İran deyirdi ki, boğazı aç Hörmüzü. Doğru mu? İndi özü bağlayıb. Kartlar dəyişilibdir. İran bir ara Hörmüz boğazından buranı qapatmaqla təhdid edildi. İndi Amerika yalvar ki, Hörmüzə hətta üst təklif verir ki, razılaşmaya gedərik, birisi Hörmüzün açılmasıdır. Çünki İrana qapatdı özünü həbsə orada. O artıq İran özünün neft ehtiyatlarını çıxarır. Bəziləri deyirlər ki, neft də qalıbdır. Elə deyil. Neft çıxırsa satılmalıdır. Bu quyular işləyirlər. Onu yığıb saxlamaq mümkün deyil o neftləri. Müəyyən yerlərdə verməlisən və o kəmərlər falanlar da, köhnə kəmərlər də işlək vəziyyətdə deyil. Sanksiyalar vardı. Bu neftin satması hər gün 500 milyon dollar civarında zərər yeyir. Amerika nə edir? Amerikanın kütləvi qədər, kifayət qədər nefti var idi və onu satmağa başlayıb. Amerika nefti 30-40 dollar civarında maya dəyərdi. 10 dollarda bunun çıxarılması satışı. Amma neftin qiymətini də hara qaldırdı? 140-a falan qaldırdı. Deməli, artıq burada logistikanı dəyişib Amerika. Gəmilər Amerika yönəlir. Orada neft almağa başlayıblar. Eyni şey Avropada da eləmişdi. Rusiya neftin kəsində sıxılmış qazı və nefti Avropalılar Amerikadan almağa başlamışdılar. Yəni bu yenə də satır, yerə qazanır. Yəni bu iqtisadi savaşa çevrilib o zaman. Həm də. Yəni bu iki məsələ, boğazlar məsələsi, körfəzlər məsələsi, yollar, artıq Trump gələndə nə deyirdi? Panama kanalı haqqında, Süveyş kanalı haqqında, bütün boğazlar bizimdir deyirdi hamısı. Venezuela deyirdi, neft infrastrukturunu biz qurmuşuq, sonra sosialist inqilab eləmişiz, gəlmişiz, almışız. Biz eləməli, götürdülər. Orada götürdülər, öz əllərindədir, doğru mu? Yəni bununla nə edir bundan? Çinin aldığı neftin 32% bu Hörmüz boğazı və Ərəb dövlətlərindən İrandan gedirdi. Demək olar qabağını alıbdı bunun artıq. Onlar yığdıqları, əvvəldən topladıqları enerjini bir azad belə müddətini istifadə edirlər. Həm Çinə qarşı mübarizə apara bilir. Həm yolları kontrollə götürübdür. Həm öz neftini satır. Həm təhlükəsizlik baxımından Ərəb dövlətlərinə raketlər falanlar atdılar İranlılara. Onların bir qismini bəlkə bilərəkdən düşməsində şərait yaratdı. Ki, təhlükə var. Silah al məndən çoxlu. Havadan müdafiə sistemi al məndən çoxlu. Tək mənim bacağıma güvənmə. İran da deyir, bacağı çıxar. Bir gün mən bacağımı çıxararam birdən buradan. Al görək bu silahdan falan. Buradan da bu işini görür. Amerika daxilində dedi ki, maşın səhnəsini çevin hərbi səhnəyə. Çoxlu pul gətirəcəm mən sizə. Yəni, bütün kompleks belə baxanda hərbi əməliyyatlara, mən hərbiçi deyiləm, amma hər halda kənardan vizual olaraq görüntü budur ki, Amerikanın sıravi itirdiyi əskərlərdən 8-9 dəfə çox İran generalı ölübdür. Liderləri ölübdür. Hər yer alt-üst edibdilər. İqtisadiyyatını dağıdıbdırlar. Raketlərin, falanların, gəmilərin nələr vurublar, dağıdıbdırlar. Hələ bilərəkdən deyək ki, su mənbələrinə dəymirlər, elektrik mənbələrinə dəymirlər, müəyyən baxımdan dəymirlər. Mən hesab eləmirəm ki, Amerika buradan çıxa bilmir və yaxud da ki, strateji məğlubiyyət olur. Sadəcə olaraq ilk 60 günü
60 gün müddətində döyüşə bilərdi və onun deməli senatdan, konqresdən icazə alması ehtiyac yox idi. Amma 60 gün sonra icazə almalı idi. 60 gün bitməmiş dayandı, atəşkəs elan elədi. Bu müddət bitdi, yeni 60 günü var bunun. Və yeni 60 gündə istədiyi nəticəni alma imkanlarına malikdir. Amerika o Carter doktrinini həyata keçirməyincə bu bölgədən heç vaxt getməyəcəkdir. Gətirdiyi gəmilər də təkcə döyüşmək üçün deyil. O boğazlara, o körfəzə, o əraziyə nəzarət eləmək və tədricən Tayvan ətrafına sürüşüb keçmək və orada da məsələləri həll etməklə bağlı olaraq da gəlib oturub burada. Ona görə mən düşünmürəm ki, bu məsələdə sadəcə olaraq Amerika səhv eləyibdir, biz ekspertlər düz deyirik, təhlil edirik. O Pentagon oturub burada işləyir, onların dərin dövlətləri vardır. Təbii. Amerika Cümhurbaşqanı, mən bunu həmişə demişim, yeni deyirəm. Nəyi eləmək lazımdır sualı onun ixtiyarında deyil. Mən nəyi eləyəcəm? O sənə adət yoxdur. Sən sadəcə necə eləyəcəksən düşünməlisən. Carter doktrini vardı, Amerikanın strategiyası vardı. Sənin dönəmində sən üzvə düşən görəv var. Bunu necə eləyərəmi sən tap. Modeli özün fikirləş, burada resurslar vardı, imkanların vardı, get bunu elə. Yəni məsələ bu yerdə. Ona görə bu Trump'ın duyğusal hərəkətidir. Trump bu günlər getsin, demokratlar gələndə qaldığı yerdən prosesi davam etdirəcəkdilər. Ola bilər başqa formada. Ola bilər başqa, amma hədəflər heç vaxt dəyişmir. Ona görə mən hesab eləmirəm ki, İranla bağlı məsələlər belə sadə olaraq da Amerika səhv edib, Navaq səhvini düzəltdiklərində deyil. Biz ona hesablamalıyıq ki, proses davam edəcək, daha ağır zərbələr olacaq. İndi mən sizin sualınızı yekunlaşdırdım ki, burada amma islahatçılar daha zəif vəziyyətə düşdülər və inqilab keşikçiləri üstün və gəldə məsələsində burada bir məsələ var. Sepah istəyir ki, müqavilə onlarla bağlansın. İslahatçılarla bağlanmasın. Ona görə məsələn, Pezeşkanı qoyurlar qırağa. Qalibafı qoyurlar qırağa. Kim çıxır ortaya qoyurlar? Bizlə danış istəyirlər. Onlarla danışmaq istəyirlər ki, bunlar bir zəmanət istəyirlər. Canlarının sağlığını istəyirlər. Qalmaqlarını istəyirlər. Çünki 3 bu günlər ki, 3 şərt qoyubdur. Şərtlərdən birisinin sonunda deyir ki, bu olarsa biz nüvə məsələlərini müzakirə edə bilərik. Əvvəl deyirlər, heç bir nüvə müzakirəsi ola bilməz. İndi deyirlər, müzakirə edə bilərik. Azərbaycan üçün təhlükəsi ki, sərt bir rejim gəldi falan, bunlar ilə var idilər. Sadəcə olaraq saqqal və əmamə ilə özlərini gizlətmişdilər. Düşübdür, çıxıblar ortaya. Bunların nə qədər Azərbaycana zərər verə bilərdilərsə veribdilər. Hesab edən buradakı hücrələrini onların zərərsizləşdirəndən sonra onlar Azərbaycana qarşı atacaq addımda Ermənistana qarşı atacaq addım, Gürcistana qarşı atacaq addım, İsrailə qarşı atacaq addım deyil. O addım həm də İran daxilində işğal altında olan Azərbaycanın 50 milyonluq insana qarşı atılan addım olar. O 50 milyonu qarşısında görər. Onun ağlından ucundan keçməsin ki, o Azərbaycana qarşı zərər. Onu daha çox saxlayan o amil əslində. Fəriz, bu məsələdə həm də bir qədər elə bir impuls almağa başlayıblar və özlərini inandırırlar ki, nə Trump marşrutu, biz onu da imkan verməyəcəyik açmağa. Yəni artıq İran özünü qalib kimi aparmağa və qalib kimi hiss eləməyə başlayıb. Və belə bir psixoloji üstünlük sanki ictimai rəydə də yaradılır ki, belə bir psixoloji üstünlüyə malikdir İran tərəfi. Və onlar Trumpın ordusuna məğlub olmayıblarsa, Trumpın adını daşıyan layihənin də açılışına icazə verməyəcəklər. Mən bunu erməni analitiklərində, İranlı ekspertlərin də təbliğatında görürəm. Yəni bir propaganda gedir bu istiqamətdə. İndi bu nə qədər doğrudan da İranın mövcud rejiminin o immuniteti qalıb ki, bundan sonra regiondakı proseslərə və yaxud da layihələrə müdaxilə edə bilsin. Çünki bəziləri arqument gətirməyə çalışırlar ki, görürsünüzmü, Xameneyi və digərləri ən mühüm şəxslər öldürüldü, amma rejimin içində bir böhran yaranmadı və dövləti də, ordunu da idarə edə bildilər və hər şey belə davam elədi. Və bundan çıxış eləyərək deyirlər ki, regiondakı layihələrə, xüsusən də Trumpın adını daşıyan Zəngəzur layihəsinə müdaxilə edəcək. Yəni bildi, bunlar axı nə eləyiblər? 8 nəfər deyəsən, Amerika əsgəri öldürüblər də deyəsən, 8-9 nəfər. Bəli. Başa düşmədim. Bir avtoqəzada olan bir hadisə qədər bir adam ölüb. Bu nə eləyib, nəyə qalib gəliblər məsələn? Qalib gələn nə var? Ortada bir amil yoxdur axı. Mən Amerika sevdalısı dadı deyiləm. Otelin binasına bir dron vurub şüşələrini qırıbsa... Mən Güney Azərbaycanda insanlarımızın inqilab yolundan, təkamül yolundan normal şəkildə imperiyadan qurtulmasının və öz dövlətinin qurmasının tərəfdarıyam. Orada bir nəfərin ölməsini istəmirəm. Heç qarşı tərəfdən də, Fars tərəfdən də ölməsini istəmirəm. İnsanların ölməsindən maraq deyilik. Biz haqqımızı istəyirik, milli haqlarımızı istəyirik. İndi bu müharibə ortaya çıxıbsa, bunu biz çıxarmamışıq. Bu reallıq da ortaya çıxar.
Biz müharibəni təhlil edirik. Yəni o mənada o imperiya bizim düşmənimizdir, mənim şəxsim düşmənimdir. Çünki ölkəmi bölüb də oradakı 40 milyon insanıma da əzab verir. Amma bu axı nəyə nail olub? Tutaq ki, məsələn, gözün qalib elan elədi, başa düşdük. Bu Sepah işçisi axşam gedir evə. Birinci evə gedəmirlər. Onların daxili və təhlükəsizlik məsələsini general bu günlər müsahibə verir. Deyir ki, məni düşmənləri məni vura bilmirlər, tuta bilmirlər. Niyə? Necə edir? İzah edir. Mən avtomobillərdə qərargahım gəzərtidir. Avtomobillərdə qərarlar verirəm. Avtomobildə qalıq falan. Belə dövlət olmaz ki. Bu bir generaldır. Qorxur. Hər dəqiqə fikirləşir ki, bu vuracaqlar bunu. Bugünkü mediada mən baxdım buna. Bu Sepahın maaşlarını belə verə bilmir. Bu gün müharibə dayandı, Amerikanlar da çıxdı getdi. Sabah İranda banklar boş, inflyasiya öz yerində. Heç nələri yoxdur. Bərbad. Bu nə necə cəmaatına? Heç nə yoxdur axı. Dağılıb ölkəyə. Yəni nəyə qalib gəlmisən sən? Üstəlik, əsgərdən qabaq-qabağa gəlməyibdi. Təbii. Sən raket atmışsan, o səni vurub hər yeri dağıdıb. O sənə vurduqca, üzr istəyirəm bu ifadəmə görə, o palan məsələsidir. Sən də qonşu dövlətlərdə ərəbləri vurmusan. Əslində sən İslam təəssübkeşi, lider, ideologiyanı yayan, nə bilim, nə özünü təqdim edirdin. Əslində İslam dünyasını parçalayan bir dənə qılınca çevrildin. Artıq o ərəb dövlətləri biri-biri ilə o həm düşmənçilik yaranması, həm İranla düşmənçilik yaranması məsələsi İslam dünyasının ciddi şəkildə bir ziddiyyət yarandı. Sən o dövlətləri vurmaqla. Sən onları niyə vururdun? Siz demişsiniz, artıq bir dənə otelin, nə bilim, şüşələrini qırmısan, nə bilim, bir dənə falan yeri vurmuşsan. Bu bir iş deyil axı. Söhbət strateji baxanda məsələyə. Təbii, yəni bir münaqişə varsa orada strateji baxmaq lazımdır məsələyə. Burada sən nə istəyirdin? Sabahları tutaq ki, deyirsən qalib gəlmişəm. İndi sən gedirsən, niyə imzalayan bu sənəti? Gedib nüvə ilə bağlı imzalasa, cəmaət bundan soruşar ki, sən bunu imzalayasıydınsa, niyə bu qədər dağıntıdan, ölkə baş ayaq olandan sonra imzalayırdın? Əvvəldən verərdin də bunları. İmzalaması da bunlarda ki, yox. Nüvə məsələsi həll olmadan heç bir şey danışıla bilməz. Doğru mu? Yəni, qarşı tərəflərin bir-birinə qarşısına qoyduqları tələblər çox ziddiyyətlidir. Burada uzlaşma yeri yoxdur əslində. Və hətta Trump sonda nə dedi? Dedi ki, o nümayəndəsi Pakistan dedi, 18 saat uçub gedib burada boş-boş danışmayacaqlar. Sözlər var, telefon desin. Bu qədər küsümsüyür artıq bunları. Heç danışmıram sən, nə danışacağım səndən? Nüvəni məsələ danışsansa, telefonla zəngili danışaq. Yəni, əslində danışmamağa bir bəyanaqdır. Vaxt qazanırdı, qüvvəsini topladı, yığdı yenidən bir yerə. Yeni yəqin ki, zərbələr vuracaqdı. Hətta bir şey eləməsə belə, mən yenə deyirəm. Bu variantı ən yaxşı, İran üçün ən yaxşı variantı gətirək gözümüz qabağına ki, bunlar çəkildi, çıxdı, getdi. İran necə bu vəziyyətdə? Orada zaten əvvəllər o etiraz dalğalarından dağılırdı ora. İndi daha çox pis vəziyyətdə. Bəzən biz deyərkən, yəni bəzi insanları nəzərdə tuturam. O qədər eforiyaya qapılırlar bu mövzuda. Nəzərə almaq istəmirlər və bir qədər də ətrafa geniş baxmaq istəmirlər. Axı Azərbaycanın Pakistan, Türkiyə kimi müttəfiqləri var. Təbii. Azərbaycan indi biz Ukrayna məsələsindəki siyasətini, yaxın şərq siyasətini, digər atdığı addımları və bölgədəki aktor rolunu qeyd elədik. Azərbaycan burada hansı vəziyyətdə, aciz vəziyyətdə deyil ki, İran 5-6 generalı oradan bizə hədə-qorxu gələcək və biz hesab eləyəcək ki... Tamamilə doğrudur. Yox, mən bayaq ona görə işarə elədim. Hələ müttəfiqləri qoy qırağa. O sabah üzüm bizə tərəf döndərsə 50 milyon Azərbaycan ayaqlayar onları. Təbii. O orduda olanlar hələ gətirib tökmüşdü biz Arazın qırağına. Üzlərinə maska taxmışlar, bozq göstərdilər onlar. O ordunun 80% qəti Azərbaycanlılardılar. Onlar bizə qarşı hələ o addım onlar hesablayırlar onu. Onlar o düşüncə ağıllarından keçə bilməz. Üstəlik çox doğru buyurursunuz ki, Türkiyə, Pakistan kimi ciddi bizim müttəfiqlərimiz var. Azərbaycan çox ciddi bir, güclü bir dövlətdir. O güclü bir Antalyadakı forumda bir daha yəni bədən dili ilə və bir foto ilə sübut edir. Əlbəttə. Ona görə bunların bir imkanı olsa bunu yadda saxlamaq lazımdır ki, ya bir qara imkanı var bunu eləmədi. Mümkün deyil. O nə bacarıbsa onu eləyibdir. Eləyib. Biz Ermənistanla müharibə dövründə İranın bizə elədiyi pislikləri kim bizə eləyibdir ki? Heç kim eləmir. Rusiya belə eləmədi. Hər şey elədilər onlar, doğru mu? Ermənilər o dəstək qalmadı verməsinlər bizə. Son döyüşdə belə axırda əllərinin gəlin oydu ki, çıxıb ordumun qabağını kəssinlər. Mənim ərazimdə. Onu da elədilər. Biz də 3 gün yubandıq. Başqa yerdən getdik, şəhidlər verməyə məcbur olduq xeyli. Doğru mu? Bütün hallarda indi siz dediniz, Zəngəzur məsələsində. Onların dəfələrlə qırmızı xəttimiz. Azarları oydu. Yəni Zəngəzurda amma indi İranın qırmızı xətti qalmayıb.
Yox, Qırmızı xətt Xamenei idi, Larijani idi, başqaları idi. O qırmızı xəttləri öldürüblər. heç bir xətləri yoxdur. Gedib yəni öz işlərinlə məşğul olsun. Sən Tehranda sən lideri iqamətgahı qoruya bilmirsənsə, sən mənim ərazimdən keçən bir tunellə məşğul olma. Sən get öz Üstəlik ki, bu işinlə həm də məşğul ol. Ermənistanla Birləşmiş Ştatlar arasında imzalanan bir sənəddir. Yəni burada Bəli. həm də Ermənistana İndi burada Paşinyanın mövqeyi ilə o mollaların mövqeyini götür. Hansı yaxşıdır? Paşinyan mövqeyi daha uyğundur. Deyir, bu logistik imkanlar vardır, Zəngəzur işləməlidir, bura başqa dövlətdən qarşımaq istəmirik. Hələ avtomobil yolları açılsın, sonra dəmir yollarına bax, mexanizminə baxaq. Dünən dedi o demarkasiyanın delimitasiyanın bağlı işlər başlayıbdı indi. O da seçkin gözləyir. Seçkidən sonra bu iş daha sürətlə gəldik. Yəni bütün qonşularımızdan danışa-danışa şimal, cənub kimi güclü bir də qərb qonşumuz Ermənistan. Ermənistanda hakimiyyət dəyişikliyi bir təhlükəsi varmı? Çünki Karapetyan fiquru çıxıb ortaya və onun keçirdiyi mitinqi gördüm. Düzdür, Paşinyan da bir mitinq keçirdi. Amma rayonları gəzir, Paşinyan bölgələrdə görüşlər keçirir. Sanki belə bir təəssürat var, yəni ki, birdən Karapetyana səs verərlər. Çünki o Köçəryan da deyil, Sarkisyan da deyil. Qarabağ doğumlu deyil, Qarabağ müharibəsi ilə əlaqəsi olmayan bir adamdır. Amma təbii Rusiya vətəndaşı olmayan bir milyarder, amma biraz da pul xərcləyir ermənilər. Yəni İvanaşvili prezidenti vardı ya Gürcüstan nümunəsində. Bizdə bəzi ekspertlər bu qənaətə gəlirlər ki, belə bir force major bir şey ola bilər. Yəni Ermənistanda hakim. Dəyişərsə Karapetyanla bizim münasibətlərimiz necə olacaq və sıfırlanacaqmı bura qədər gəldiyimiz yol? Əvvəl oradan başlayaq ki, nə ola bilər? Ən pis ssenaridən baxaq ki, başqası gəldi iş başına. Biz Ermənistanda seçki ilə deyirik ki, başqası gəlir, gəlsin. Gələrsə, bizim Azərbaycan tərəfinin normal istəkləri vardı. Biz müharibədən sonra təzminat məsələsi vardı. Təzminatımızı ödəməlidirlər təbii ki. Delimitasiya, demarkasiya məsələsi var. Həll eləmədilər. Bizim deməli 4 kəndimiz qalıbdı bunların arasında. Onların qatılması təmin olunmalıdır. Müharibə dövründə ağır cinayətlər törətmiş cinayətkarlar vardı. Onlar bizə təhvil verilməlidirlər. Sarkisyan, Köçəryan da daxil olmaqla. Qılınc haqqı deyilən təzminat, mənəvi məsələlər vardı, olmalıdır. Əhalimiz qovulubdu. Onların mülkiyyəti ilə bağlı məsələlər həll olmalıdır. Və s. çoxlu burada məsələ tələblərimiz var bizim. Və ən mühümü konstitusiyalarında ərazi iddiaları ilə bağlı olan müddəalar çıxarılmalıdır. Yeni adam gələcəksə Karapetyan, nə Petyan gəlirsə gəlsin. Bunları eləməyəcəksə bunun alternativi savaşdır. Eləyəcəkmi bizdən bu savaş? Çünki Paşinyan bu məsələləri mərhələ-mərhələ eləyir. Bəli. Söz verir ki, bunu eləyəcəm ki, eləyir. Biz də ona görə imkan veririk. Bu yaxınlarda Bakıda Paşinyanın da bir şəklini falanını göstərdim. Mən normal baxıram. Yəni erməni cəmiyyətinə mesajdır ki, biz sülhpərvər bir dövlətlə, millətlə və onun sülhpərvər bir başçısının əməkdaşlıq elə bilərik. Neftə verir, satırıq sizə, taxıl gəlib buraxırıq sizə, QHT-ləriniz gəlir bura, bizimkilər gəlir bura. Biz normal baxırıq. Amma siz bizə buyunuz çıxaran bir lider göstərərsinizsə, bizim onda hərbi qüvvələri çatmaq. Yəni həm də bunun başqa alternativ qalmır ki, siz bunu əvəzləmək istəyirsiniz. Buna da ermənilər baxırlar. Bax bu günləri indi siz Gürcüstanla müqayisə elədiniz, doğru. Amma bir məsələ var burada. Gürcüstanda nəyə görə Saakashvili tərəfdarları uduzdu? Orada da bir məsələ vardı. Saakashvili bütün yaxşı keyfiyyətlərlə bərabər həm də müharibə istəyən tərəf kimi tanıdılırdı. Və Rusiyanın toqquşmada səbəbkar kimi göstərildi. Və Gürcü cəmiyyəti müharibə istəmirəm deyən Saakashvilini kənara qoyub seçim elədi. Aldandı, aldanmadı, bu başqa məsələdir. Müzakirə eləmək olar. Mən yenə deyirəm, Saakashvilinin bütün müsbət tərəflərlə bərabər Gürcü cəmiyyətinin gözü ilə baxıram. Amma müharibə radikal şəkildə millətçi və müharibə başlamaya səbəb olan tərəf kimi təqdim olundu. Hərçənd də mən hesab eləmirəm ki, müharibənin səbəbkarı Saakashvili idi. Ruslar idi, onlar Gürcü ərazisini işğal edibdilər və indi də bu dəqiqədə işğal vəziyyətində saxlayırlar. Bu oxşatma üçün bunu mən biraz izah verdim. Bugün Ermənistanda demokratik seçki keçirilsə və Paşinyan heç bir təbliğat aparmasa belə, seçkin rahatlığı olacaqdır. Niyə? Çünki erməni cəmiyyəti Paşinyanın ən zəif vaxtında, müharibəni uduzduğu vaxtda Paşinyana səs verdi. O Paşinyanın qara qaş gözünə səs vermədi ki. Paşinyanın müharibə istəmirəm şüarına səs verdi. Müharibə istəyənləri niyə rədd elədi? Müharibə istəyənlər gələcəkdə Azərbaycanla savaşacaq, qalan bütün gəncləri də müharibədə qırılacaqdır. Ona görə bax burada bir bu amil var. Yəni
Paşinyan sülh istədiyi üçün qalan islahatlar da ki aparıb ki, ölkə daxilində xeyli islahatlar aparıbdı. Bəli. Ona qarşı ola biləcək deyək ki, din xadimlərini susturubdu, diasporanın yerində otuzdurubdu. Bunlar öz yerində. Amma təkcə bunun sülh tərəfdarı kimi konkret, real addımlar atması onun avantajıdır. Və Putinlə son görüşdə də əslində Paşinyan çox böyük bir qələbə əldə elədi orada. Putin orada açıq şəkildə Karapetyanı Məsələsini qaldırdı. və başqalarını müdafiə eləməklə əslində Paşinyanı təsdiq elədi ki, Paşinyan uzun illərdir deyirdi ki, burada hakimiyyət uğrunda savaşan adamlar Rusiya pərəstlərdirlər, qoltuq axtaranlardılar, Rusiyanın aləti olmaq istəyirlər, Bəli. Ermənistanın müstəqil dövlət kimi olmasından maraqlı deyirlər, quberniya kimi qalmadığından maraqladılar, müstəqil siyasət yürütməyəcəkdir, Ermənistan qonşu dövlətlərindən toqquşdurulacaqdır. Onu orada Putinə dedizdirdi, özü dedi Putin. Bəli. Müdafiə eləməyini. Üstəlik, Paşinyan Qarabağ məsələsindən bağlı bayağına toxundunuz keçdi üstündə ki, Qarabağ adamdan qayıtması, könüllü köçündən qayıtması məsələsindən bağlı. Bir neçə dəfə cəhd ediblər ki, Ermənistanda Qarabağ o, nə bilim, qurumunu bərpa eləsinlər, bir hansısa formada tədbirlər keçir falan, Paşinyan icazə vermir buna. Və sonunda da Rusiya tərəfi Qarabağdan köçmüş ermənilərə yardım göndərmək istəyirdi. Paşinyan qəbul eləmədi. Paşinyan həm də onu göstərdi ki, cəmiyyətə və bu dəfə də Putin onu təsdiq elədi ki, o ifadəsindən ki, baxın, Qarabağ məsələsindən, Qarabağdan köçən ermənilərdə Rusiya yenə iki dövlət arasında münasibətləri pozmaq üçün bir dənə alət kimi istifadə edir. Həm də bu da katalizator kimi istifadə edir. Erməni seçicisinə tamamilə bütün kartı açdılar. Yəni tamamilə açıldı. Bir dövlətin başqa dövlətin arasında siyasi hakimiyyət dəyişikliyi ilə bağlı planı varsa, onun ən azı bir hissəsini konfidensial saxlayar sona qədər. Amma açıq şəkildə bir dövlət başçısı, bir baş nazirə deyirsə ki, orada bir bizim vətəndaşımız var, ona şərait yaradım, namizəd olsun. Artıq erməni seçicisində odur ki, mənim orada ya Rusun adamı seçəcəksən, ya Paşinyan da dayandı orada, çox ləyaqətlə dayandı. Orada məsələn müxtəlif bəhanələr deyə bilərdi. Baxarıq falan, nə araşdır. Amma nə dedi? Dedi bizim konstitusiyada yoxdur, Rus vətəndaşı işləşdirə bilməz. Konkret olaraq cavabını verdi orada. O görüşü Paşinyan böyük hesabını unutdu, 10-0 hesabını unutdu, orada çıxdı oradan. Və Rusiya o Karapetyana ay xidmət elədi artıq. Erməni cəmiyyətində savaş istəyənlər zaten ki bir qrup vardı, Rusiya pərəst tərəflər, orada agentura şəbəkəsi, nə bilim o falan üçün illərdir işləyibdilər. Ya Rusiya vətəndaşlığı, ikili vətəndaş olanlar. Onlar onsuz da sabit bir 10%, 15% elektorat var ki, Rusiya pərəstdirlər. Nə deyirsənsə de, onlar Paşinyana eynədilər. Amma qalan hissə o 80-90% hissə. Bütün bunlardan sonra məncə dərs aldılar və seçkilərdə məncə Paşinyan heç bir əziyyət çəkmədən qalib gəlmə imkanlarına malikdir. Elə düşünürsünüz? Mən elə düşünürəm. Tək elə olsun. Biz ilk dəfə arzu edirik ki, Ermənistanda seçkilərdə konkret olaraq kim qalib gəlsin seçimimiz. Sadəcə olaraq bu istəyimiz də nəyə bağlıdır? Tamaşaçılar da bilməlidir. Biz orada kimin qalib gəlməsi, kimin gəlməməsi bizi maraqlandırmır. Biz ölkəmizin yeni savaşlara girməsini istəmirik. Biz haqqımızın, hüququmuzun rahat şəkildə, sakit şəkildə, masa üzərində geri qaytarılmasını təmin etmək istəyirik. Bir övladımızın belə gedib orada şəhid olmasını istəmir. İstəyir o dinç olan əldə olur. Doğrudur. Və orada da bizə maraqlı deyil ki, hakimiyyətdə Paşinyandır, Karapetyandır və Vazgendir. Hansı biri gəlib bu xətti, bu dünya görüşü davam etdirəcəksə, təbii. O da olsun bizim nəyimizə lazımdır ki, ermənilərin rəhbəri kimi olacaq. Təbii. Yetər ki, bizə bu bölgədə dinc yaşamağa imkan versin. Fərəz bəy, çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram gəldiyinizə görə. Dəyərli dostlar, biz həftə içinin deməli bugünkü canlı yayımında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəz Quliyevlə regionu müdafiə müzakirə edirdik.